Salam uşaqlar. Gəlin toplama üsulumuzla tanış olaq bir daha. 175 üstə gələk 204. Buna neçə əlavə edək və buradan neçə çıxaq? Nə üçün buradan çıxırıq? Nə üçün burayı toplayırıq? Baxırıq ki, toplamalarımızdan 204 var. Bu 204 yüzlüyə yuvarlaqlaşdırmaq asandır. Deməli, burada bunu 200 götürə bilərik. Neçə çıxsaq 200 qalar? 4 çıxsaq. Deməli, buradan 4 çıxacaq. Bu toplama olduğu üçün, cəmin dəyişməməsi üçün burada 4 əlavə edəcəyik. Nəticəmiz olacaq 179 üstə gələk 200 və asanlıqla hesab edəcəyik ki, cavabımız 379-a bərabərdir. Burada 419, burada isə 375 var. Görürük ki, 419-u 10-luğa qədər yuvarlaqlaşdırsaq, 420-yə yaxın olar. Yəni, burada üstə 1 qoysaq, yuvarlaq ədəd alınacaq. Bura 1 əlavə etdiksə, mütləq buradan 1-i götürməliyik ki, cəm dəyişməsin. Və nəticəmiz 420 üstə 374, 794 olacaqdır.